Bu şəxslər 1000 manatdan 25.000 manatadək cərimə ediləcəklər. Gündəm xəbərin efirində 19 iyun tarixidir. Xəbərimiz isə belədir. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb olunması inzibati məsuliyyət yaradır və qanunvericilikdə bununla bağlı yüksək məbləğdə cərimələr nəzərdə tutulub. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Xidmətin məlumatında bildirilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürənlər tərəfindən fiziki şəxslərin hər hansı bir işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manat və 2000 manat civarında, vəzifəli şəxslər isə 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20000 manatdan 25000 manatadək cərimə ediləcəklər. Bəli, qeyd eləyək ki, əgər belə bir məqamlar varsa, siz də aidiyyatı qurumlara bu barədə məlumat verin.